Son illər dərs vəsaitlərinin məzmunu ilə bağlı narahatlıqlar artmaqdadır. Valideynlərin fikrincə bəzi dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun tərtib edilməyib. Xüsusilə ibtidai siniflərdə bu problem daha çox hiss olunur. Eyni vəziyyətlə yuxarı siniflərdə də qarşılaşmaq mümkündür. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, məktəb vəsaitləri şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Vəsaitlərdə informasiya yükü olduqca çoxdur. Bunun isə bir sıra səbəbləri var. Psixoloq İlahi Aslanovanın fikrincə, çoxlu tapşırıqlar, ağırlaşmış dərs proqramı və valideyn dəstəyinin çatışmazlığı uşaqlarda emosional və bəzi davranış pozuntuları yaradır. Mövcud vəziyyətdən çıxış yolu kimi alternativ dərs vəsaitlərinin hazırlanması vacib hesab olunur. Dərs yükü uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olmadıqda biz uşaqlarda həm zehni, həm də emosional olaraq yorulma müşahidə edirik. Belə ki, uşaqlarda diqqət yayınıqlığı, öyrənməyə qarşı həvəsin, marağın azalması və motivasiya itkisi görmüş oluruq. Məsələn, 3-cü sinifdə oxuyan bir uşaq 7-8 fəndən ev tapşırığı etməlidirsə, bu zaman yönlənməsi dərs deyil də boş vaxtım qalmadı düşüncəsi olacaq. Belə halda biz uşaqlarda həvəsin, marağın azalması və müəyyən qədər aqressiv davranışlar, aqressiya yönəlişlik müşahidə etmiş oluruq. Mütəxəssislər bildirirlər ki, tədris proqramları və dərs vəsaitləri hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, psixoloji vəziyyətləri və maraq dairələri mütləq nəzərə alınmalıdır. Bundan başqa, vəsaitlərdə istifadə olunan materiallar daha qısa, anlaşılan və praktik olmalıdır. Əks halda bu uşaqlarda öyrənməyə qarşı laqeydlik, yorğunluq və motivasiya etkisinə səbəb olur. Firuzə Məlikzadə, Ayşən Sərdar qızı, Cəfər Qasımov, Xəbər ertəsi.